Herkese salam dostlar. Bugün Nedos aksesuar kulesinde Nedos aksesuar kulesi oyununda part 2 bitirmeye çalışacağız. Bildiğiniz gibi geçen videolarda part 1 ve part 2'ni bitirmiştik. Bu videoda da part 2 bitireceğiz. Video kesmeden önce abone olup like atmayı unutmayın. Ve videomu izlemeyi unutmayın. Abone olup like atmayı unutmayın. Şimdi oyunumuza başlayacağız. Şimdi ilk Classic Black Betting Fight Neyse bunda kalsın ya. Neyse dostlar bakın Nedos aksesuar kulesi part 3'tü bu arada dedim yani yeniden karşılaşmak istiyorum. Nedos aksesuar kulesi sorduğum yeniden karşılaşmak istiyorum. Neyse şimdi sonraki yere gideceğiz. Yaxşıdır. Köynəyimizdə mənə heç yaxşı deyil. Görə köynəyimizi də dəyişək. Bu arada siz istədiyiniz kimi eləyə bilərsiniz avatarınızı, köynəyi, qoxanı, hər şeyi, nəzi, qataqlarınızı, hər şey istədiyiniz kimi eləyə bilərsiniz. Mən qarşılayım olsa. Çünki yəni də sizin sevdiyiniz artıq oyun. Buraya bence yaxşıdır. Yine oreolar var. Şimdi bu böyle bir omuz böyle cool gösterir insanı yani böyle havalı ve tokat da aldık. Ve buradan önce bak verelim. Bəs bu qədər də yaxşı deyil mənə qalsın. Baxın yenə nasıl var. Hoşuma geldi. Şimdi çekeyim bakalım neler var buralarda. Yine aynı şeyler değil. Rastgele saçmışım. Mesela rastgele yardım yapıştım saçmışım. Başlayacaksın. Ve bunlardan saçmışlarım sefer. Nedos Tower'a güncelleme diyorsun gelmedi. Meraklı. Yani çünkü video çekemiyorum. Gözlerim güncellemek gelsin. Onunla bir yerde parkuru bitirin video çekin. Rastgele saçıyorsa siyah sahne. Rastgele saçın böyle. Bakın bu Nedos Tower parkurunda daha farklı şeyler var. Mesela launcherler sonra böyle bunun bastığım şeylerden çoxu var, dalbadal çoxu. Bence yaxşıdır. Fur hobisi seçince rastgele gələn dostlar görmür nəsə falan. Baxın dalbadal gəlir böyle xərs edən şeyler. Bacon bu deyim, bacon. Bacon elə yaxşı oldu. Görürsünüz yanımda bir tane bacon. Qarşımda bacon. Banan paltarından kesmek istedim. Ama hiç banan paltarı rastgele gömlek yoksa bilmiyorum eski gömleğine geldiğini rastgele olanda. Ona göre onu seçilmemişim.
dənə dəyişsəydik. Məncə yaxşıdır. Yəqin. Rastgele gələn nə gələ bilər bilmirəm çünki. Orası görəmişəm ümumiyyətlə. Rastgele görmək yoxsa məcbur olsun. Məcbur oyunun seçdiklərini seçirəm çünki heç nə görmürəm. İnşallah yaxşı şeylər seçirəmdir. Və şükür Allaha rastgele geri gəldi. Dəqiqə gerimizin. Və avatarımız pis deyilmiş. Elə bir çanta da yaxşıdır məncə. İndi burada yeni bir dənə ödülüm var. Bir dənə atlamakda ama zaten bir heç vaxt başlamayacaq. Yoxsa ödülümdə parkur almışam. Baxın 2 dənə atlama hakkım var. Parkuru bitirə bilərəm. Bilmiyorum videoda göstərmək istəyirəm və özüm vermək istəyirəm. Baxın ödülüm şəkildə. Şalvarı yoxdur. Öncə avatarımın özü pisdir və baxın bu şalvar əla və 2 qalibiyyət gəldi bununla bitirdik. Nedo aksesuar kulesi oyununda bitirdik. İndi dünya 4 gələndə, dünya 5 gələndə, dünya 6 gələndə yenidən Nedo aksesuar kulesini oynayacağıq. Neyse dostlar video bu kadar idi. Videoya like atıp abone olmayı unutmayın. Ve videomu da izlemeyi unutmayın. Sağ olun.